Gününüz xeyirli olsun dəyərli izləyicilər. Yəqin ki, bu fotodakı şəxsi tanıdınız. Milli Məclisin sabiq deputatı İqbal Məmmədovdur. Onunla bağlı bir çox xəbərlər dərc etmişik. Sosial şəbəkə hesablarımızda, saytımızın özündə, Statinfoda. Əfsuslar olsun ki, daha çox mənfi xəbərlər yayınlamışıq. Bu da təbii ki, deputatın fəaliyyətindən irəli gəlir. Tək biz yox, ümumiyyətlə mətbuatda bu deputatla bağlı qalmaqallı xəbərlər çoxdur. Relax istirahət mərkəzi yəqin ki, Lerikdə hamınız tanıyırsınız. Həmin rayondan deputat olub İqbal Məmmədov və dəfələrlə qalmaqallı gündəmdə qalmaqalla qalıb. İqbal Məmmədova məxsus Kaspi Yıldız şirkətinin 1.438.744 manat vergi borcu yaranıb. Qanunvericiliklə bilirsiniz ki, Milli Məclis üzvü deputatlar sahibkarlıqla, bizneslə məşğul ola bilməz. Amma biz İqbal Məmmədovun deputat olduğu dönemdə bizneslə, sahibkarlıqla məşğul olduğunun şahidi olduq. Bu şirkətin əvvəlki illərlə nisbətdə ən az vergi borcudur. 2022-ci ildə İqbal Məmmədovun 10 milyon manata yaxın vergi borcu olub. Belə dəyərli izləyicilər, siz də şərhlərdə yazın.